Salam əziz və hörmətli Qarışqa qrup üzvləri. Hər birinizi salamlayıram və 6 iyul Qarışqa qrupunun yaranması günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm və uğurlar arzulayıram. Bildirim ki, Qarışqa qrupu artıq 7 ildir ki, fəaliyyətini davam elətdirir və hal-hazırda da davam elətdirməkdədir. 7 il ərzində qrupumuz kəndimizin tarixi, adət-ənənəsi kənd sakinlərinə və yeniyetmələrə, gənclərə aşılamışdır. Qarışqa qrupu kənd cəmiyyətinin birləşməsində, bir-birindən məlumat almasında çox böyük rol oynamışdır. Hal-hazırda da bu missiya uğurla davam edir. Və arzu edək ki, bundan sonra da qrupumuz uğurla fəaliyyətini davam elətdirsin. Bildiyimiz kimi, kəndimiz 2020-ci ildə işğaldan azad oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bugün biz öz vətənimizdəyik, öz kəndimizdəyik. İnşallah arzu edək ki, kəndimizi tezliklə tikib bərpa eləsinlər. Kənd cəmiyyətimiz öz doğma kəndimizə, Qarışqaya qayıtsın. Və burada da qrupumuz uğurla, geniş formada davam edək. Bugün qrupumuzun 7 yaş tamam olur. Bu münasibətlə bir daha Nurlan Əliyev başda olmaqla kəndimizin ziyarlıların və bütün qrup üzvlərin ürəkdən təbrik edirəm və arzu edirəm ki, bundan sonra da qrupumuz bax belə uğurla davam edir. Hamınıza uğurlar arzulayıram. İnşallah kəndimizlə görüşmək üzere. Sağ olun.